Müxtəlif cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəmə prosesi davam edir. Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən Gəncə şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından danışıb. Təqsirləndirilən şəxs Arayik Harutyunyan Gəncə şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulması barədə məlumatı Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan aldığını bildirib. Qeyd edib ki, Qasparyan birinci mərhələdə ona Gəncədə yerləşən hava limanının vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb deyə Harutyunyan vurğulayıb. Təqsirləndirilən şəxs Bako Saakyan isə bildirib ki, Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi. Bütün hərbi xərclər, verilən əmək haqları, əskərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan kreditlərə aidiyyatı yox idi deyən Saakyan qeyd edib ki, qondarma rejimin dırnaqarası ordusu Ermənistan Silahlı Qüvvələrinə tabe olub. Qondarma rejimin dırnaqarası müdafiə naziri, Silahlı Qüvvələrinin baş qərargah rəisi və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib ki, biz bunu gizlətmirdik. Təqsirləndirilən şəxs etiraf edib ki, qondarma rejimin hərbi qurumları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb. Bako Saakyan işğal olunmuş ərazilərdə İskəndər-M.U və digər dağıdıcı silahlar barədə də sualları cavablandırıb. O, sadalınan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirib. Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. Dırnaqarası prezident olduğu müddətdə, yəni 2007-2020-ci illərdə bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bildiyini qeyd edib. Saakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə bildirib ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb. Saakyan həmçinin vurğulayıb ki, Azərbaycan əraziləri işğal altında olan vaxtlarda Qarabağ ərazisində istehsal edilən məhsullar xarici ölkələrə Ermənistan məhsulları adı altında satılıb. Saakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qondarma Respublikanın Qarabağda yaşayan erməni sakinləri isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib ki, Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi. Mələk İnqilablı, ATV Xəbər.